Hər birinizi xoş gördüm. Antalya səyahətimizin ikinci vloqunu sizlərə əlavə elədim. Xoş izləmələr. Mən bilirəm, inanıram ki, çox bəyənəcəksiniz. Bu arada kanalıma abunə olub, bildirişləri açmağı unutmayın ki, növbəti vloqlardan xəbərdar olasınız. İlk növbədə şirkətimizin tədbirinə gedəcəyik, sonra artıq alış-verişə gedəcəyik. Çox maraqlı bir vloqdur. Mən inanıram ki, hər biriniz bəyənəcəksiniz. Onu da qeyd edeyim ki, bütün ölkələrdən fabrik harda işləyir, oralardan liderlər bu tədbirdə iştirak eləyirlər. Bu insana tam başqa bir zövq, tam başqa bir motivasiya verir. Bunlar Azərbaycanın adət-ənənəsi. Şirniyyatlarımız. Bütün ölkə var burada, təkcə Azərbaycan deyil. Daxil olaq zala. Beni göremezsin. Yoldaşım da çəkir, baxın, diqqətlə. Çox sizi yormaq istəmədim, çox çəkilişləri sizlərlə paylaşmıram. Artıq yavaş-yavaş biz gedirik gəzintiyə. Gəzməyə gedirik. Burada da bu marşrutların qiymətlərini belə yazılır. Biz bugün gedəcəyik. Mənə şəxsən çox maraqlıdır bizim moldan o molun qiymətləri necədir. Belə çox şey almayacağam. Uşaqlar üçün lazım olan bir-iki şeyləri alacağam. Onu qeyd edeyim ki, yollar çox böyükdür, amma yollarda maşın çox azdır. Həm də bahalı maşınlar ümumiyyətlə çox azdır. Yəni mən dedim ki, Türkiyədə maşın sürmək çox rahatdır. Bizdə amma sadəcə adicə balaca xırda qəsəbələrdə belə onlardan qat-qat çox maşınlar var. Buna xüsusi diqqət yetirdim. Antalya mala gəlmişik. Baxacağım burada görək qiymətlər necədir. Necə bir geyimlər var. Mənə də çox maraqlıdır. Görək bizim moldan ucuzdur, bahadır. Amma deyim ki, sizə yol çox bahaydı. Demək olar ki, biz o taksiyə 50 dollar verdik. Yəni əslində biz tərəfdə elə bir taksi ilə o yolu gedəndə hardasa 15-20 manat veririk. 15-20 manata pulunu kəsmək olur. Yəni getmək olur daha doğrusu. Başlayaq mağazaları gəzməyə, alış-verişə baxaq. Görək qiymətlər necədir, bizdən ucuzdur, bahadır. Deməli, hardasa 500 TL olur 20 manat. Burada da TL iləndir. Deyim ki, sizə sport geyimləri, materialları çox qəşəng olur. Çox qəşəngdir materialı. Adi naskilərə baxıram, çox qəşəng, yumuşaq. Qiymətlər də ayrı-ayrı yazılır. Aç bir dənə çəkeyim. Qəşəngdir amma. Qəşəng. Təxmini qiymətlərinə baxaq. Endirimdədir. 500 TL, 20 manat. Bizdə Türkiyə ayaqqabıların qiymətlərini bilirsiniz də özünüz molda. Burası sırf alt geyimləri olan mağazadır. Mən ancaq burada ən çox paltarların materiallarına bayıldım. Çox qəşəngdir materialı. Qiymətlər də bayağı var. Amma dəyər. Əsas alt geyimə baxmaq lazımdır da ki, materialı qəşəng olsun. Bunlara baxın, ay Allah, necə də yumuşaqdır. Türk tiləsi eləyib bizə. 300 manata çevirdin. Ne kadar oldu? 3, 4. Bu sen. Başka. Görsənmə mənə ver. Görək nə tapıram. Kızlar, biraz alış-veriş etdim. Hələ buradayken sizlərlə paylaşım. Belə bir köynək aldım oğlum üçün. 599 TL. 2 kosmetik məhsul aldım. Açıb baxıb göstərəcəm sizə. Belə bir dəstə aldım oğlum üçün. Materialı çox qəşəngdir, yumuşaqdır. Sonra qızlar üçün belə köynəklər aldım. Materialları çox qəşəngdir.
Sonra böyle bir köynək aldım. Birdən əsas kurtkalar aldım. Yumuşaqdır, yox yumuşaq. Materialları çox qəşəngdir. İnşallah qızlar bəyənərlər. Sonra bu heç. Belə oğlum üçün kurtka aldım. Materialı çox qəşəngdir, istidir. Bu da bir kızım üçün də belə kurtka aldım. Ən əsas kurtkalar çox almışam. Və bu da kişi alıb bir dənə belə köynək. Materialı qəşəngdir, çox bəyəndim materialların. Belə bir də ki, pencək üst geyim kimi. Belə qiymətlər də deyim ki, o qədər də münasib deyil, amma təmiz türk malıdır. Yəni təmiz türk malı olduğu üçün o məbləğləri verməyə dəyər. Belə bugünkü alışverişlərim bunlar. Bütün kefim pozulub qızlar. Mənim YouTube kanalım, bax, düzəlsə bu vlogu paylaşacağam. Dünən neçə gündür mən Antalyadayam. Demək olar ki, elə ilk gündə çəkmişəm odur. Vloglar çəkməmişəm. Bilmirəm nə olubsa, mənim YouTube kanalım açılmır. Yoxsa davamlı canlılar açacaqdım buradan. Çox təəssüflər olsun. Yəni ürəyim ağrıyır. Yəni o dərəcədə heç nəyə həvəsim yoxdur. Çünki YouTube'u sevə-sevə mən inkişaf elətdirirdim. Çox gözəl də inkişaf eləyirdi. Çox sağ olun. Yəni çox gözəl gedirdi. Amma çox təəssüf pis oldum həqiqətən də, düzələr inşallah. Və hələ ki bugün bizim qala gecəmiz olacaq. Ona hazırlaşacağım indi. Heç olmasa heç nəyə çəkmədimsə bir onu çəkim sizlər üçün. Qala gecəsinə hazırlaşana kimi dedim biraz təxminiyə gəl gedək gəzək. Bu yəni ki səhnələrə baxaq görək burada o tərəfdə hansı ağaclar var. Yəni təsəvvürünüzə gətirin ki bu boyda böyük otelin həyətində hər yerdə eyni limon və mandarin ağacları var. Hər birində də bol-bol meyvə. Təsəvvür edin ki baxan belə yoxdur. Mənə çox maraqlı gəldi. Bir yalnız bizim ölkədə orada mandarin yığan. Yəni ki biz elə o ağacları zibilə döndərirdik. Desəydiniz ki Antalyaya yenə getmək istəyərdim, deyərdim bəli, yəni çox maraqlı yerlər idi. İnsanlar da çox xoş, ünsiyyətçi, çox gözəl idi. Həm də bizim dilimizə çox uyğun olduğuna görə, yəni çox yaxın olduğuna görə mən orada yəni ki istirahət etməyi həqiqətən çox sevərdim. Çox gözəl mənzərə idi. 5 ulduzlu yüksək səviyyədə oteli bizə təqdim eləmişdi. Şirkətimiz sağ olsun. Gecəsinə hazırlıq görürəm qızlar. Belə bir sumka ilə ayaqlı götürmüşəm. Və qırmızı don geyinəcəm bugün. Təbii ki, ölkəmizi təmsil edəcəyik deyə kəlağayını da götürəcəm. Hazırlaşacağım, makyajımı eləyib, qəşəng geyinib gedəcəyik. Artıq 8-in yarısı qala gecəmiz başlayır. Demək olar ki, bütün tədbirlərdə, bütün qala gecələrində uzun donlar geyinmişəm. Bu dəfə dedim tam fərqlilik olsun. Çox qısa da deyil, dizdən aşağı. Özü də ki qırmızı rəng seçmişəm. Çünki həm Antalya idi, isti idi hava, həm də ki biraz dedim daha cəlbedici bir rəng olsun. Ona görə hər zaman qara geyinmişəm, bədənim daha arıq görsənsin deyə bu dəfə qırmızını seçdim. Əslində modeli Temudan necə seçdim? Temudan bir geyimi sifariş verəndə biraz tərəddüd eləyirəm, parçası necə gələcək. Ona görə modeli götürdüm. 2 donun birinin aşağısı, birinin də yuxarısını birləşdirdim. Tam fərqli bir don alındırdım. Mən çox bəyəndim. İnşallah siz özünüz də çox bəyənərsiniz. Bəyənsəz yazarsınız mütləq o model mənə yaraşdı mı? Əsas sizin fikirləriniz mənim üçün çox önəmlidir. Elin gözü tərəzidir deyiblər. Düzdür, mən ümumiyyətlə həyatda elə bir insan olmuşam ki, hər zaman öz qərarlarıma özüm vermişəm. Hər zaman da öz istədiyim geyimi almışam, geyinmişəm. Bəlkə də burada baxsaz fikir versəz ki, fərqli geyimlər geyinirəm. Ən çox da sadə stildə geyinirəm. Mən çox abartılı, çox bahalı, çox brend paltarları o qədər də üstünlük vermirəm. Həm də ki brend adı özü, yəni ki sadəcə bir ad olduğunu bildim. Bugün makyaj alanda bazamı unutmuşdum götürməyi və bir dənə baza aldım. Bir də qaş karandaşını unutmuşdum. Bir dənə də sınamaq üçün dodaq karandaşı və dodaq pomadası aldım. Dodaq boyası
boyası daha doğrusu. İnandırım sizi ki istifadə edirəm makyajda heç bir şey. Flormor sadəcə addır. Yəni mən bunların fərqini short videoda mütləq paylaşacağım. Heç bəyənmədim, heç deyim sizə. Yəni mən dedim heyf. Gözəl Faberlic keyf deyil. Çox insanlar nəyə görə bu məhsulların keyfiyyətini bilmirlər. Mənə çox maraqlıdır. Özüm istifadə etməsəydim özüm bilməzdim. İstifadə etdim. İnanın ki, məbləğlər çox qat-qat baha, amma keyfiyyəti 0 dərəcəsində. Mən ümumiyyətlə məhsul yaxşı çıxanda ona verdiyim pula heç vaxt heyfim gəlmir. Amma o məhsul istədiyim kimi çıxmayanda ona verdiyim pul heyfim gəlir. Ona görə də mən də sizə deyərdim ki, hər zaman seçivinizi doğru edin. Alın fərqli yəni firmalardan sınayın məhsulları. Hansı daha sizə xoş gəlirsə ondan da davam eləyin. Yəni mən belə düşünürəm ki, demək olar illərdir mən bu şirkətin məhsullarını alıram, amma yəni bilmirdim, alırdım, istifadə edirəm. Yəni mən sadəcə blogerlərdə falan gördüm, dedim bir maraq üçün bu dodaq boyalarını da alım. İnan ki, yəni heç bir şeydə təkrar götürdüm bizim dodaq konturumuzu və pomadamızı istifadə elədim. Yəni düzdür, mən donu üçün xüsusi olaraq Faberlicdən sifariş vermişdim qırmızı dodaq boyasını, amma o birini öncədən gələn kimi istifadə eləmişdim sadəcə sınamaq üçün ki, necədir keyfiyyəti. Qız o qədər tərifləyib mənə təqdim elədi ki, dedim hər halda bu qədər bahalı məhsul yaxşı olar. Ona görə də hər zaman seçimimizi doğru eləyin. Nə yaxşı ki, Faberlic var. Hazırlaşdım qızlar. Belə. Daxil oldu. Bizim qala gecəmiz salı. Burada hər kəs yeməkləri özləyəcək. Və xanımlar, bizim hər birimizin ölkəsi burada təmsil olundu. Biz də Aygün xanımın sos mahnısını oxuduq. Çox gözəl təmsil olundu. Çox gözəl keçdi qala gecəmiz və yavaş-yavaş qala gecəmizin sonuna yaxınlaşırıq. Sonda diskotek oldu, amma çəkmədim, paylaşmadım sizlərə. Birdən dedim YouTube birdən silər, ona görə də ehtiyat elədim. Çox gözəl əhval-ruhiyyə ilə bu günlərimizi də belə bağladıq. Yəni hər kəsə nəsib olsun belə gözəl, xoş istirahətlər, gecəniz xeyrə qalsın. Bu vloqum da belə yekunlaşdı.